video yalnız kasıbçılığın daşını atmaq istəyən insanlar üçün çəkilir. Əgər siz zəngin və varlısınızsa, pula ehtiyacınız yoxdursa, onda vaxtınızı yalandan itirməyin. Çünki mən burada öz təcrübələrimi, tələbələrimin təcrübəsinin nəticəsini danışacağam və bu yolda nə etmək lazımdır sıfırdan evdəki bu işdən pul qazanıb kasıbçılıqdan çıxmaq olsun. Əgər sizin pulunuz varsa, yalandan vaxtınızı itirməyin. Deməli, biz Rusiyadan bura bankrot vəziyyətə gələndə sıfır idi, hər şey sıfır. Hər şey sıfır. Olur da həyatda insan qalxır, düşür. Biz də qalxdıq, sonra düşdük. Amma biz adi bir uşaqdan belə ibrət ala bilirik də. Uşaq velosipeddən yıxılır, amma velosipedi sürmək üçün təzədən ona qalxır. Yəni biz yıxılanda qalxsaq, velosipedi sürə biləcəyik. Yəni ki, təzədən uğurlu ola biləcəyik. Sadəcə hər dəfə yıxılanda qalxmaq lazımdır. Deməli biz Rusiyadan bura gələndə yıxılmış vəziyyətdə idik və Allahın izni ilə çalışdıq və qalxdıq. Və bu dediyim qədər asan olmadı. Buna illər getdi. Düzdür, o vəziyyətdə, o dövrlərdə illər gedir, amma indiki biliklərdən buna aylar gedərdi. İndiki biliklərimdən buna aylar gedərdi. Necə ki, mən 6 ildə bu işdən qalxdım, kalan tort sifarişi götürdük, örgəndik tort sifarişi götürmək evdən, sıfırdan başladıq. O pulu qazandıq, özümüzə şərait qurduq, nə bilim, evləndim, ev, oyan, bu yan, tuda-suda. Axır ki, onu artıq tələbələrimə öyrədirəm və çox uğurlu bir şəkildə tələbələrim bu işə başlayır. Yalandan nə deyim? Əgər siz asan yol axtarırsınızsa, yəni sehirli bir dərman axtarırsınızsa, bir düymə axtarırsınızsa ki, ona basacaqsınız və hər şey dəyişəcək, yox, elə bir şey yoxdur. Əgər bu videoda onu axtarırsınızsa, bu videoda mən onu sizə verməyəcəm, yalandan vaxtınızı itirməyin. Deməli, əgər siz kasıbçılıqdan çıxmaq istəyirsinizsə, ən birinci siz başınızda, ağlınızda kasıbçılıqdan çıxmalısınız. Yəni ki, insan bax belə deyim də, nəyə can atırsa, ona da çatır da, Qurandakı ayəni deyirəm sizə. İnsan nəyə can atırsa, ona nail olur. Siz nəyə can atırsınızsa, can atmaq nə deməkdir? Yəni mən bunu istəyirəm də, mən bunu fikirləşirəm, mən bunu çoxlu düşünürəm. Düşünmək, yəni ağla takmaq, bütün günü gün ərzində fikri ona cəmləmək. Bazı insanlar niyə uğursuzdur? Niyə kasıbdırlar? Niyə borcun içində boğulurlar bir çox ailələr? Çünki aslında insanlar düşünür, borcu nətər verəcəm, krediti nətər verəcəm, kasıbçılıqdan nə vaxt çıxacam, asılılıqdan necə çıxacam. Yəni bu düşüncələr onları daha da kasıb eləyir. Yəni biz bu gündə yaşayırıqsa, dünən fikirləşdiklərimiz olur. Bu gün nə fikirləşmişiksə, sabah onu yaşayacağıq. İndi sabah təxmini deyirəm də, 3 gündə olar, 1 həftə də olar, 1 ay da ola bilər bu. Yəni bu gün biz nə düşünürüksə, növbəti günlərdə onu yaşayacağıq. İnsanlar kasıbçılığı, borcu düşünür deyə sabah da kasıb və borcun içində üzürlər. Ona görə əgər siz uğurlu olmaq istəyirsinizsə, ən birinci ağlınızda o kasıbçılıq, problem, krediti başqa bir şeylərlə əvəz etməlisiniz. Gəlirlə, uğurla, dəhlərinizi düşünməklə, yəni məsələn sizin təsəvvürün cibinizdə 10.000 pul var, siz nə eləyərdiniz o pulla? Nə alardınız? Kimsə gedib iPhone alardı, kimsə gedib Dyson fan alardı, kimsə borcunu bağlayardı və ondan sonra yaşadığı o azadlıq hissini yaşayardı. Bax siz birinci, bax o pis terminləri yaxşı terminlərdən əvəz etməlisiniz ki, birinci bura uğur gəlsin ki, sonra həyatda da uğurlu olasınız. Sonra isə sizə bir iş öyrənmək lazımdır. Bir iş öyrənib, nə isə bacarıb, sonra isə siz təqdimat öyrənməlisiniz. Yəni Azərbaycana kasıbçılıqdan çıxmaq üçün sizə 3 dənə şey lazımdır. Birincisi düşüncənizi dəyişmək. Bunu dəyişməsəz, nə eləsəz həyatda heç vaxt kasıbçılıqdan çıxa bilməyəcəksiniz. Ona görə birinci düşüncə gəlir, sonra bir bacarıq gəlir. Yəni siz nə isə bacarmalısınız ki, o bacarığınızı sata biləsiniz də. Məsələn, onun müqabilində tort eləyib sata biləsiniz. Tort eləmək bir bacarıqdır. Onu eləyib tortu satıb pul qazanmalısınız. Yəni düşüncə, sonra bir bacarıq eləyib onu satmaq lazımdır. Onu sata bilmək üçün də siz təqdimat öyrənməlisiniz. Yəni nə isə insanların qarşısına maraqlı və fərqli şəkildə təqdim edib onu sata bilmək bacarmaq lazım. Kasıbçılıqdan aylar içində çıxa biləcəksiniz. Evdə kasıbçılıqdan necə çıxmaq olar? Birincisi, indiki zamanədə siz birinci qərar verməlisiniz, bir addım atmalısınız ki, mən qarşıma bir məqsəd qoyuram ki, mən bir işlə məşğul olacağam və o işdən pul qazanacağam. Başa düşürsünüz? Və bunun üçün lazım gəlsə gecəni gündüzə qatmaq lazım olacaq, çalışmaq lazım olacaq. Yəni heç kim indiki zamanədə gətirib pul vermir ki, qoyacaq xərcləyərsən. O zamanədə yaşamırıq biz, o insanların arasında deyilik biz. Ona görə burada nə eləsən özünü eləməlisən. Haradasa gedib işləyə də bilərsiz, amma o maaş ancaq yola, yemək-içməyə, belə şeylərə gedəcək. Bir il başlayacaqsınız, məsələn, yanvarın 1-də bir işə getdiniz, sonra növbəti ilin yanvarın 1-nə qədər görəcəksiniz ki, həyatınızda heç nə dəyişmir. Çünki maaş nətər gəlir, nətər gedir, bilməyəcəksiniz, amma vaxt gedəcək. Amma vaxtı geri qaytara bilməyəcəksiniz. Ona görə də nə qədər tez öz işinizlə başlaya bilsəniz, o qədər illər vaxt keçəcək, tez keçir də, vaxt su kimi keçir. Bir də görəcəksiniz ki, öz işiniz var, öz gəliriniz var, öz həyatınız var, azadlığınız var, öz pulunuz var, istədiklərinizi ala bilirsiniz. Hətta lazım gəlsə kiməsə kömək də edə bilirsiniz. Bunun hamısı bir addım, yəni bir dəfə dayanıb qərar verirsiniz ki, baxırsınız ki,
Mən bu yaşıma qədər heç nə eləməmişəm. Bundan sonra heç nə eləməsəm məni nə gözləyir? Pensiya, dərmanlar, asılılıq, kasıbçılıq, çətin vəziyyətlər və bir şey də deyim ki, bu gün başlamayanlar sabah başlamaq daha da çətin olacaq. Bürsün lap çətin olacaq. Hər gün üstünə artım gəlir də başlamaq. Məsəl üçün, bu gün siz bir işə başlayırsınız, sizə lazım olacaq 100 manat. Amma sabah siz başlayacaqsınız, sizə lazım olacaq 200 manat. Bürsün 300 manat. Yəni getdikcə bu artacaq, bunun əziyyəti artacaq sizin üçün. Yəni qərar nə qədər tez versəniz, o qədər siz qabaqda olacaqsınız. Deməli, indiki zamanədə evdən kasıbçılıqdan çıxmaq üçün nə etmək lazımdır? Bir iş öyrənmək lazımdır. Yəni bir bacarığınız olmalıdır evdə. Evdə də bacarığınız bu ola bilər ki, nəsə tikib sata bilərsiniz, nəsə düzəldib sata bilərsiniz, nəsə bişirib sata bilərsiniz. Mənim sahəm tortdur, ona görə mən tort sayəsində bunu tələbələrim necə etdi və hansı uğurlara nail oldu, bunun haqqında danışacağam. Deməli, torta gəlincə tortu öyrənirsiniz. Sonra da burada əsas məsələ harda ki, bir çox qadınlar uduzur və səhv fikirləşir. Elə bilirlər ki, mən çoxlu tort edə biləndən sonra sifariş götürməyə hazır olacağam. Və ona görə də bir kurs, o birisi kurs belə öyrənirlər və yaxud da ki, sosial şəbəkələrdə və yaxud da YouTube-da çoxlu video dərslərə baxırlar və öyrənirlər, amma bilmirlər ha vaxt dayanmalıdırlar. Elə bilirlər ki, 1000 dənə fərqli tort eləyə biləndən sonra onlar artıq sifariş götürə bilərlər, amma əslində elə deyil. Əgər siz sıvağı, yazı yazmağı, nasatqadan kant çıxartmağı bilirsinizsə, bu işdə 6 il təcrübəsi olan və hələ də tort işi ilə məşğul olan hardasa bir insan kimi sizə deyim ki, bu dəqiqə tələbat sadə tortlarıdır. Bu dəqiqə marsipanlı tortlar yeyən yoxdur, sifariş də azdır. Yəni bu dəqiqə 100 dənə tortdan 10, 60, 70 bento tortdur. Yəni ölçüsü balaca olan amma bahalı tort. Bax onu bilmək lazımdır. Sonra sadə tortları bilmək lazımdır. Yəni ki 2 kiloluq, 3-4 kiloluq amma sadə dizayn. Yəni sıvaqdır, kantlı yazıdır. Əgər ehtiyac varsa şəkildir və xırda marsipan fiqurlara. Yəni bu 5 dənə şeyi bilsəz, yəni tortun sıvağı, yazısını, kantını, marsipan fiqurları, şəkili, bazanı bilsəz, siz artıq 500-dən yuxarı fərqli tort edib müştəriyə verə biləcəksiniz. Və tələbatda asan tortlar olduğu üçün siz də çoxlu sifariş götürə bilərsiniz. Baxmayaraq ki, yəni illərlə təcrübəniz olmasa, sadəcə düzgün bünövrəniz, bazanız olsa, üstündə hündür bir mərtəbə ev tikə bilərsiniz. Çoxlu sifariş götürə bilərsiniz, amma çoxlu sifariş götürmək üçün sizə sosial şəbəkəni bilmək lazım olacaq. Yəni ki, bu işdə pul qazanmaq üçün, evdə kasıbçılıqdan çıxmaq üçün sizə tort işindən sadəcə bu 8 dənə şey öyrənmək lazımdır. Bu da 100%-dən təşkil edir hardasa bir 30-40%, amma əsas sizə lazım olan təqdimatdır. Yəni sosial şəbəkədə insanların qarşısında öz səhifənizi necə çıxarda bilərsiniz? Paylaşımlarınızı necə edə bilərsiniz ki, bu çoxlu insanların qarşısına çıxsın ki, onlara maraqlı olsun. Onlar sizin səhifənizə girsin. Sizin səhifənizdə başqa maraqlı, fərqli videolara baxıb sizə qarşı inansınlar, güvənsinlər, sizə etibar eləsinlər və sizdən tort sifariş eləmək istəsinlər. Yəni bu işdə çoxlu tort sifarişi götürmək üçün və çoxlu pul qazanmaq üçün siz tortu yığmağı bacarmalısınız və təqdimatı bacarmalısınız. Tort yığmaq hardasa 30-40%-dir, təqdimat da 60-70%. Yəni ki, siz təqdimatı bilsəz, baxmayaraq ki, bu işdə çoxlu rəqabət var, rəqiblər var, siz bir dənə nə ilənsə fərqlənsəz, necə ki, Vüsal stili, sadəcə Vüsal stilini ortaya çıxartdı və fərqləndi və indi bir dənə başlayır, cəmaət 5 manata 40-anda, o 40-30 manata, görürsünüz, eyni iş görürlər. Bu 5 manatlıq da həmin başı qırxa bilər, eyni Vüsal stili kimi eləyə bilər. Amma Vüsal stili fərqləndi. Fərqləndi, danışığı ilə, səhifəsi ilə, hardasa əl işləri ilə, təqdimatı ilə fərqləndi və bazarın bir çoxsunu əlinə ala bildi və daha da çox pul qazana bildi. Görürsünüz, təqdimat sadəcə insanların qarşısına fərqli şəkildə çıxıb, onları özünə qarşı etibar, güvən, inam qazandırıb öz məhsullarını onlara sata bilməkdir. Başa düşdünüz? Təqdimat bax budur. Əgər siz bunu öyrənsəniz, baxmayaraq ki, siz torta təzə başlamısınız, siz illərlə bu işin içində olan insanlardan qat-qat tez və çox sifariş götürüb qabağa gedə bilərsiniz. Bu qədər sadə. Mənim çox uğurlu tələbələrim var, hansı ki, mən onların tez-tez uğurlarını paylaşıram. Deməli, bir qız var, 10 günə TikTokdan 10 dənə zakaz götürür. Sonra bu onun aylıq götürdüyü tortların siyasıdır və o günlər mən bu haqda paylaşım eləmişdim ki, artıq o aylıq 1000 manat qazanca gəldi çıxdı. Bu insanın 20-yə yaxın yaşı var. Daha dəqiq desək 18 yaşı var. Götürək başqa tələbəmi. Tort işinə gəldi və artıq öz ehtiyaclarını və uşağın ehtiyaclarını öz qazandığı pulla ödəyə bilir və hər ay sifarişləri getdikcə artır. Sonra başqa tələbələrin uğurlarını göstərim. Bu səhifəsi təzə açılan və səhifəsində ilk videosu kəşfiyyata düşən tələbəmin nəticəsi.
Bu başqa bir tələbəm təzə səhifədə ikinci videosu kəşfətə düşdü Azərbaycanın kəşfətinə və o kəşfətə düşən video ona sıfır səhifəsində ona təzə çoxlu takipçilər və ona sifarişlər gətirdi. Və belə tələbələrim çoxdur. Onların hamısının elədiyi sifarişləri, tortları mən burada göstərə bilməyəcəm. Bunun üçün mən ayrıca səhifə açmışam Instagramda. Səhifənin adı Tort kursu nəticələr. Əgər siz ora daxil olub baxsınız, baxın, görün orada nə qədər tələbələrin, bu işə təzə başlayanların, qorxanların, özünə inanmayanların əl işlərinə baxın, necə necə möhtəşəm işlər çıxardılar ortaya. Və bu işdə maraqlı bir şey var ki, əgər bu işdə bir insan davamlı olsa, getdikcə sifarişləri arta gedəcək. Öz 6 illik təcrübəmdən bunu sizə deyirəm və təzə başlayan tələbələrimin təcrübəsindən sizə bunu deyirəm. Söz bu qədər. Əgər siz evdən çıxmadan tort işini öyrənib, fərqli təqdimat edib, pul qazanıb bu işdən, kasıbçılıqdan çıxmaq üçün mənim dərslərimdən yararlanmaq, mənim biliklərimdən, təcrübəmdən yararlanmaq istəyirsinizsə, onda sadəcə mənə WhatsApp-a, bu nömrəyə, bu mənim nömrəmdir. Ora bir dənə tort dərsləri söz yazın və salam. Bu qədər sadə. Öyrənin. Görmə aparmayacaq. Və onu da qeyd edim ki, mənim onlayn kursum da var və əyani də kursum var. Onlayn kurs yəni siz başqa ölkədəsinizsə, ya Bakıda Nərmanova gəlib gedə bilmirsinizsə, başqa ölkədəsinizsə, rayondasınızsa, uşağa görə çıxa bilmirsinizsə evdən onlayn kursa rahat qoşula bilərsiniz və mənim onlayn kursumda çox böyük gözəl nəticələr var tələbələr tərəfindən. Və yaxud da Nərmanova həftədə 2 dəfə gələ bilərsinizsə, həftə içi da əyani kursa qoşula bilərsiniz. Daha ətraflı məlumat almaq üçün mənə WhatsApp-a, bu nömrəyə, bu mənim nömrəmdir. Ora bir dənə tort dərsləri söz yazın və salam.